Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi kursumuzda xoş gördük. Bugünkü dərsimizin mövzuları şəxs əvəzlikləri, tək və cəm sözlər, işarə əvəzlikləri və indiki sadə zamana giriş olacaqdır. Sağ tərəfdə ingilis dilində tərcümələrini görürsünüz. Yəni terminologiya olaraq verilib. Dili öyrənmək üçün, yəni bunları bilmək çox da önəmli deyil. Sadəcə olaraq kiməsə bəlkə imtahana hazırlaşan tələbələr var. Onların bilməyə ehtiyacı ola bilər deyə dərs mövzuları sağ tərəfdə ingiliscə verilmişdir. İlk başda şəxs əvəzlikləri ilə başlayaq. Məktəb vaxtından çoxunuz bu sözləri bilirsiniz. Biz də ümumi bir nəzər yetirəcəyik bu sözlərə. Amma əvvəlcə sizdən xahiş, həm də tələb olaraq bir şey istəyirəm. Dərs boyunca məndən sonra uca səslə təkrar edin dediyim yerdə siz mütləq şəkildə dediyim sözləri səsli formada təkrar edin. Bu dili öyrənmək üçün, ümumiyyətlə dilin tez açılması üçün ən önəmli vacib nüanslardan biridir. Dili sakit öyrənmək olmaz. Və digər metod və texnikalar barədə kurs boyunca sizə izahatlar verəcəm və mütləq çalışın ki, onlara əməl edəsiniz. Mən ingilis dilində mən sözü olaraq hər yerdə böylə yazılır. Yəni öz şəxsinə hörmət olaraq ingilis dilində mən sözü cümlənin ortasında, sonunda hər yerdə böyük hərflə yazılacaqdır. You, sən. He, o kişi cinsi üçün istifadə edilir. She, o qadın cinsi üçün. It, o əşya və heyvanlar üçün istifadə edilir. Lakin başqa istifadə yerləri də var. Hətta tərcümə edilməyən belə istifadə yerləri var ki, yəni cümlədə it olur, amma biz onu o olaraq tərcümə etmirik. Gələcəkdə, yəni kurs boyunca bununla bağlı dərslərimiz olacaqdır. Azərbaycan dilində biz istər qadın olsun, istər kişi olsun və ya heyvan, əşya fərq etmir. Hər birində yenə o olaraq istifadə edirik. Bizim dildə cins olaraq dəyişmir o sözü. Amma ingilis dilində, yəni bir kişiyə müraciət edərkən, bir bəy haqqında danışarkən o dediyiniz halda he deyəcəksiniz. Qadınlarda she və əşya, heyvanlarda isə it istifadə edəcəksiniz. S, H, ş səsi verir və belə deyim, əgər hələ də belə fonetik məsələlərdə hərflərin, sözlərin düzgün tələffüzü və oxunuşunda problemlər varsa, mütləq fonetikanı həll edin. Çünki bu kursda, yəni bu sizə mane olacaqdır. Ona görə məsləhətlərimdən biri odur ki, fonetikanı həll edin. We, biz, ingilis dilində W hərfi adından da göründüyü kimi W, qoşa U deməkdir. Yəni W hərfini səsləndirərkən biz yəni V olaraq demirik, V olaraq deməyin. Azərbaycanda bir çox yəni danışanlarda görmüşəm, W-nu vətən sözündəki qalın V olaraq deyirlər. Lakin tələffüz belə olur. We, daha çox U səsinə oxşuyur. Çünki adında da dediyim kimi W qoşa U deməkdir. Yəni bunun daha çox U hərfi ilə yaxınlığı var, nəinki V hərfi ilə. Ona görə V olaraq demirik, we olaraq deyirik. Biz. You, siz. Baxın, you həm sən olaraq istifadə edilir, həm də siz olaraq. Yəni fərq etmir. Özünüzdən böyüyə hörmət olaraq müraciət edəndə və ya bir dostunuza müraciət etdikdə hər halda həm rəsmi, həm də qeyri-rəsmi you olaraq istifadə edirik. You, siz, they, onlar, th hərf birləşməsi pəltək v səsi verir. Pəltək, yəni bu sözü they olaraq demirik. Pəltək formada, they. Əgər pəltək formada v səsini demək sizə çətindirsə, onda siz bunu daha çox d olaraq da deyə bilərsiniz. Ən azından yəni daha düzgün səsləndirmiş olarsınız. Amma bildiyimiz Azərbaycan dilindəki deyək ki, zəfər sözündəki z olaraq demirik. Pəltək, they, onlar. Onlar sözü həm he-nin, həm she-nin, həm də it şəxs əvəzliyinin cəm formasıdır. Yəni belə deyək, istər qadın kişi bir yerdə və ya fərqli 3-4, yəni o dediyimiz insanlar cəmləşdisə, onlara yəni they olaraq müraciət edirik. Onlar. He, o, she, o, it, o, they, onlar. Məndən sonra uca səslə təkrar edin. Mən. You, sən. He, o. She, o. It, o. We, biz. You, siz. They, onlar. Mən. You, sən. He, o. She, o. It, o.
We, biz. You, siz. They, onlar. Məndən sonra təkrar edin. We, biz. It, o. You, sən və siz. He, o. I, mən. They, onlar. She, o. Tək və cəm sözlər. Azərbaycan dilində sözləri cəmləndirmək üçün lar-lər şəkilçisindən istifadə edirik. İngilis dilində lar-lər şəkilçisinin qarşılığı olacaq s və es şəkilçiləri. E-book, kitab, cəmdə olacaq books, yəni s lar-lərə bərabərdir. Books, kitablar. Diqqət edin, tək halda e-artiklı var, cəmdə e-artikl olmayacaq. Artikllə bağlı çox geniş dərslərimiz olacaq gələcəkdə. A pen, qələm, pens, qələmlər. A dog, it, dogs, itlər. Tələffüzlə bağlı deyim ki, yəni it sözünü dog olaraq, yəni qalın bizim dildə kimi, yəni o olaraq deməyin, daha çox o və a səsi arasında bir səsdir. A dog, dog. Həm o-ya, həm də a-ya oxşuyur. A dog, dogs, itlər. Əgər söz s, x, ch, sh, z və ya o hərfləri ilə bitərsə, o zaman sonuna es əlavə edirik cəm üçün. A bus, buses. A fox, foxes. A class, classes. A church, churches. A hero, heroes. Bəzən istisnalar var bu sonluqlarla bağlı. Misal üçün deyim o hərfi ilə. İstisnalarla bağlı hər dərsin ümumiləşdirmə mövzuları olacaq. Onda o xırdalıqları görəcəksiniz. Bu dərsdə ancaq yəni tələb edilən odur ki, verilmiş qaydaları mənimsəyin, onları dildə rahat istifadə edin. Məndən sonra təkrar edin. A bus, avtobus, buses, avtobuslar. A fox, tülkü, foxes, tülkülər. A class, sinif, classes, siniflər. A church, kilsə, churches, kilsələr. A hero, qəhrəman, heroes, qəhrəmanlar. Family, ailə. Diqqət edin, söz vay hərfi ilə bitmişdir və ondan əvvəl samit gəlmişdir. Əgər söz vay hərfi ilə bitərsə və ondan əvvəl samit bir hərf gələrsə, cəmləndirmək üçün bu qaydanı tətbiq edirik. Əvvəlcə vay hərfi ay hərfinə çevrilir və daha sonra isə üzərinə es lar-lər şəkilçisi əlavə edilir. Families, vay hərfi ay hərfinə çevrilmişdir və daha sonra es əlavə edilmişdir. Əgər vay hərfindən əvvəl samit yox, sait gələrsə, o zaman bu qayda tətbiq edilməyəcək. Families, ailələr. Burada tələffüz edərkən belə demək lazım deyil. Yəni families ehtiyac yoxdur. Families, i-ni uzadırıq. Families, ailələr. Country, ölkə deməkdir. Vay hərfi ilə bitmişdir. Ondan əvvəl R samiti gəlib. Ona görə vay hərfini aya çevirib es əlavə etmişik. Country, ölkə. Countries, ölkələr. City, eyni ilə vay ilə bitmişdir. Ondan əvvəl T samiti gəlmişdir. Cities. Puppy, küçük, it balası deməkdir. Vay hərfi ilə bitmişdir. Ondan əvvəl P samiti gəlib. Ona görə də eyni ilə vay aya çevirib es əlavə edilmişdir. Puppies. Lakin toy, oyuncaq sözündə bu qaydanı tətbiq edə bilməyəcəyik. Çünki söz vay hərfi ilə bitsə də ondan əvvəl samit yox, sait gəlmişdir. Belə halda sadəcə s şəkilçisi əlavə etməklə kifayətlənirik. Toy, oyuncaq, toys, oyuncaqlar. Məndən sonra təkrar edin. Country, countries, city, cities, puppy, puppies, toy, toys. Bir məsələ haqqında da deyim, qoşa samit olduqda ingilis dilində onu qoşa samit olaraq səsləndirmirik. Yəni puppy demirik. Qoşa samitlər ancaq bir samit kimi tələffüz edilir. Puppy, puppy, puppies. İşarə əvəzlikləri bu və o.
İngilis dilində işarə əvəzliklərini bizim dildəki kimi istifadə edirik. Yəni, əşyanın və ya hər hansı bir şəxsin bizə yaxın və uzaq olmasına görə işarə əvəzliyi dəyişir. Əgər hər hansı bir əşya bizə yaxındadırsa və təkdədirsə, yəni bir ədəddirsə, o zaman this istifadə edirik. This, yenə də pəltəy the ilə deyirik. Bu deməkdir. Əgər işarə etdiyimiz əşya və ya insan 2 və 2-dən artıqdırsa, o zaman these istifadə edilir. This, bu, this, yenə də bu olaraq dilimizə tərcümə edilir. Niyə? Baxın, this book, bu kitab. These books, bu kitablar, yəni həm tək, həm də cəm forması Azərbaycan dilində eyni ilə bu olaraq tərcümə edilir. Yəni cəmdə olanda these books, bunlar kitablar demirik. O baxımdan hər ikisinin də tərcüməsi bu olacaqdır. Bir kitabdan söhbət gedir, book, ona görə this tək formanı istifadə edirik. Burada gördüyünüz tək formanı. Books, kitablar, artıq S cəm şəkilsi var. Ona görə these formasını istifadə edirik. Tələffüzünə diqqət edirik. Təkdə olduqda qısa this, cəmdə olduqda isə these və əşya və ya insan işarə etdiyimiz hər hansı bir obyekt bizdən uzaqdadırsa və təkdirsə that istifadə ediləcək. Yenə də pəltəy the ilə deyirik. That. Əgər bizdən uzaqdadırsa və 2 və daha artıq saydadırsa, o zaman those istifadə edilir. That, those. Eyni ilə hər ikisi də Azərbaycan dilində o olaraq tərcümə edilir. That book, o kitab, bir kitabdan söhbət gedir. Those books, o kitablar. 2 və daha artıq çox kitabdan söhbət gedir. Burada, yəni dediyim kimi, onlar kitablar olaraq tərcümə etməyəcəyik. Əsas məsələ, diqqət edirik əşyanın və ya obyektin mövqeyinə. Yaxındadırsa, this, əgər uzaqdadırsa, that, those istifadə ediləcəkdir. Məndən sonra uca səslə təkrar edin. This boy, bu oğlan. These boys, bu oğlanlar. That boy, o oğlan. Those boys, o oğlanlar. This building, bu bina. These buildings, bu binalar. Diqqət edin, building sözündə sondakı G hərfini sözü tələffüz edərkən Q olaraq vurğulu şəkildə demirik. Daha çox sözü N səsi ilə bitiririk. This building, yəni Q dedikdə, building dediyinizdə bu təbii səslənməyəcək. This building, bu bina. These buildings, bu binalar. That building, o bina. Those buildings, o binalar. İndiki sadə zamanla davam edək. İndi sizə indiki sadə zamanın məntiqini izah edəcəm. Ümumiyyətlə bir məsələni deyim. İngilis dilində zamanlar bəli çoxdur. 12 zaman var. Bəzən dil alimləri deyirlər 14 zaman, 16 zaman, amma ümumi bilinən 12 zaman əsas götürülür. Azərbaycan dilində baxın 3 zaman var. Əslində 3 zaman, bunu 5 zaman olaraq saya bilərik. Keçmiş zamanın bizdə 2 növü var. Şudi və nəqli keçmiş zaman. Gələcək zamanda da qəti və qeyri-qəti gələcək zaman. Yəni Azərbaycan dilində 5 zaman, İngilis dilində 12 zaman var və öyrənənlərdə çaşqınlıq yaradan əsas məqam odur ki, yəni İngilis dilində daha çox zaman olduğuna görə bilmirlər hansı zamanı bizim zamanlarla tutuştursunlar və cümləni düzgün desinlər. Buna görə əsas məsələ məntiqini bilməkdir. Yəni siz zamanların məntiqini bildikdən sonra bizim dildə olan cümlələrlə tutuşturacaqsınız və belə deyək, düzgün istifadə edə biləcəksiniz. İndiki sadə zamanın məntiqi çox bəsitdir. Yəni dediyimiz cümlə, orada keçən hərəkət indi baş vermir. Yəni cümlədə bizim bildirdiyimiz hərəkət indi olmur. Ümumiyyətlə baş verən bir hərəkətdir. Misal üçün, baxın, şəklə diqqət eləyin. Dostlar parkda gəzirlər və onlar öz günlük rutinləri haqqında danışırlar. Misal üçün, biri deyir ki, mən hər gün səhər kofe içirəm. Bir digər dost deyir ki, mən kitab oxuyuram. Digər isə deyir ki, mən tez-tez səyahət edirəm. Baxın, bu dostlar parkda söhbət edərkən danışdıqları mövzular, onların etdiyi bu hərəkətlər indi baş vermir. Ümumiyyətlə baş verir. İndiki sadə zamanın əsas açar sözü olacaq ümumiyyətlə. Bunu yəni tam yadınızda saxlayın. Siz misal üçün soruşuram.
Boş vaxtlarında nə edirsən və siz deyirsiniz ki, boş vaxtlarınızda nə edirsiniz olaraq soruşuram və deyirsiniz. Boş vaxtlarımda dostlarımla parkda gəzirəm, filmə baxıram və s. Amma mənə bunu dediyiniz anda siz indi filmə baxmırsınız, dostlarınızla gəzmirsiniz, siz evdə oturmusunuz. Belə fərz edək. Görürsüz, yəni hərəkət hal-hazırda baş vermir. Amma əgər hərəkət hal-hazırda baş verərsə, onun üçün başqa bir zaman var. İndiki davam edici zaman, onu da növbəti dərslərdə keçəcəyik. Yəni əsas vurğulamaq istədiyim nədir? Hərəkət ümumiyyətlə baş verir. Özünüz düşünün və Azərbaycan dilində bu tip cümlələri qurmağa çalışın ki, dili hiss edə biləsiniz. Yəni lazım deyil hələ ingiliscə cümlə qurmanız. Məntiqini anlamanız üçün ümumiyyətlə indiki sadə zamanla Azərbaycan dilində cümlələr qurun, harda ki siz həmin hərəkətləri indi yox, ümumiyyətlə edirsiniz. Mən əgər indi desəm ki, mən dərs izah edirəm. Bu indiki sadə zaman olmayacaq. Çünki mən hal-hazırda dərsi izah edirəm. Yəni hərəkət hal-hazırda baş verir. O başqa bir zamandır. Biraz əvvəl də dedim, indiki davam edici zamandır. Birinci cümləyə diqqət edin. Mən futbol oynayıram. Azərbaycan dilində bəsis sadə bir cümlədir. Bizim dildə cümlə üzvlərinin, yəni cümlədə olan sözlərin yerini danışıqda dəyişmək olur. Misal üçün, mən futbol oynayıram cümləsini belə də demək olar. Futbol oynayıram mən. Baxın, futbol sözünü əvvələ qoydum. Lakin ingilis dilində belə deyil. İngilis dilində cümlədəki sözlərin 80-90%-nin yeri betonlaşmışdır. Onların heç cür yerini dəyişmək olmur. Bəzi sözlər var ki, bəli, cümlənin əvvəlinə və ya sonuna qoymaq olur. Dərslərimiz olacaq, bunları öyrənəcəksiniz. Amma əsas, belə deyək də, cümlə üzvləri yeri tam qəti olaraq sabitdir və heç cür dəyişmir. İkinci cümləyə baxın. Mən oynayıram futbol. Bu cümlədə Azərbaycan dilində olsa da ingilis dili məntiqinə görə düzülüb. Yəni mən birinci söz olacaq, oynayıram hərəkət sözü ikinci yerdə olacaq. Daha sonra isə futbol olacaq. Azərbaycan dilində, yəni qaydaya uyğun olaraq futbol sözü ikinci yerdə olsa da İngilis dilində artıq bu cümlədə sona keçəcək. Amma oynayıram sözünü və mən sözü hamısı, yəni tam sabit olaraq yerindədir. Heç bir sözün yerini dəyişmək olmayacaq. Bu cümlənin ingiliscə versiyasına baxaq. I play football. Burada heç bir sözün yerini dəyişə bilməyəcəm. Football I play demək olmaz. Play I football demək olmaz. Hərəkət ikinci yerdə olacaq. Əsas təsdiq cümlədə. Sual olduqda artıq bəzi nüanslar dəyişəcək. O haqqda da sizə məlumat verəcəm. Burada əsas xatırlamanız gərəkən odur ki, Azərbaycan dilində sözlərin yerini cümlədə dəyişmək olur. İngilis dilində 90% halda dəyişmək olmur. Burada da gördüyünüz kimi I play football, heç bir söz yerini dəyişmir. Dili hiss etməniz üçün bir məsələni diqqətinizə çatdırım. Bəzən belə bir sual olur, tələbələrdən gəlir ki, niyə görə he, she, it-də play feilindən sonra s şəkilçisi olur? Bu S şəkilçisinin qoyulması, istifadə edilməsi növbəti dərsdə biz indiki sadə zamanın quruluşu haqqında, cümlə qurulma qaydalarını keçəndə o haqqda məlumat olacaq. İndi yəni sırf hiss edə biləsiniz deyə bunu dərsə əlavə etmişəm. Belə sual olur ki, niyə görə S qoyublar? Heç qoymazdılar. Hamısı play olaraq qalardı bütün şəxslərdə. Baxın, Azərbaycan dili əslində daha qəliz dildir. İngilis dilindən daha çətin dildir. Düşünün ki, nə Azərbaycan dili, nə də ingilis dilini bilməyən bir şəxs, yəni Azərbaycan dilini öyrənməyə çalışsa, o nə etməlidir? Yəni mən oynayıram, sən oynayırsan, o oynayır, biz oynayırıq. Hər bir şəxsə görə feilin ayrıca forması var. Yəni mənlə yıram olaraq qoymaq lazımdır. Sən oynayırsan olaraq qoymaq lazımdır feilin sonuna. Yəni mən oynayırsan dediyiniz halda səhv etmiş olasınız. Yəni bir yapon düşünün, bir çinli düşünün, Azərbaycanca öyrənir və o bütün bu feillərin sonluqlarını ayrı-ayrı əzbərləməlidir. Amma ingilis dilində işimiz daha rahatdır. Baxın, I play, you play, we play, you play, they play. He, she, it-dən başqa digər bütün şəxslərdə oynamaq sözü eyni formada qalır. Yəni play bura qoyduğunuz halda cümlə hazırdır. I play, mən oynayıram. You play, sən oynayırsan. They play, onlar oynayır və s. kimi. Yəni hər birinə Azərbaycan dilindəki kimi sonluq qoymuruq. İngilis dili Azərbaycan dilindən dəfələrlə asan dildir. He, she, it-də isə s qoyuruq. Bununla bağlı mövzumuz gələn dərsdə olacaq. Məndən sonra uca səslə təkrar edin. It, o.
You, sən, siz. I, mən. They, onlar. She, o. We, biz. He, o. Məndən sonra uca səslə təkrar edin. A book, books. Kitab, kitablar. A pen, pens. Qələm, qələmlər. A dog, dogs. It, itlər. A boy, boys. Oğlan, oğlanlar. A bus, buses. Avtobus, avtobuslar. A fox, foxes. Tülkü, tülkülər. A class, classes. Sinif, siniflər. A church, churches. Kilsə, kilsələr. A hero, heroes. Qəhrəman, qəhrəmanlar. Country, countries. Ölkə, ölkələr. City, cities. Şəhər, şəhərlər. Puppy, puppies. Küçük, küçüklər. Toy, toys. Oyuncaq, oyuncaqlar. This car, bu maşın. These cars, bu maşınlar. That car, o maşın. Those cars, o maşınlar. This room, bu otaq. These rooms, bu otaqlar. That room, o otaq. Those rooms, o otaqlar.